Çuğundurdan bir mürəbbə bişirdim ki, yeyən hamı çox bəyəndi. Məncə ən dadlı mürəbbələr meyvədən yox, tərəvəzdən hazırlanır. Bəs siz bu haqda nə düşünürsüz? Rəydə mütləq qeyd eləyin. İlk olaraq çuğundurların qabığını soyuruq, sonra kub-kub doğrayırıq. Üzərinə şəkər tozu əlavə eləyib biraz gözləyirik ki, suyu çıxsın. Ocağa alırıq. Qaynayıb suyu çəkilməyə başlayanda limon suyu əlavə eləyirik. Ən son çox az kərə yağı vurub 2-3 dəqiqədə qaynatdıqdan sonra ocaqdan götürürük. Əgər mürəbbənin suyu boşqabda çox yavaş axırsa, deməli hazırdır. Rəngi, dadı çox gözəl alınır. Bu arada dostlar, sizinlə faydalı bir məlumatı da bölüşmək istəyirəm. Nə vaxt idi əzələ ağrılarından əziyyət çəkirdim. Tərləmə problemi isə lap axırıma çıxmışdı. Sən demə, soyuq havalarda D vitamini çatışmazlığı yaranırmış. Bu da bədəndə bir sıra fəsadlara gətirib çıxarır. Nə qədər meyvə tərəvəz yesək də xeyri yoxdur. Çünki D vitamininin təbii mənbəyi günəşdir. Həftədə bir tablet Multizan D3 10.000 qəbul eləyərək sadaladığım şikayətlərdən azad ola bilərsiniz. Sağlamlığınızın qeydinə qalın. Hələlik.